AFFA İDEA İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində Sevincini Bölüş xeyriyyə kampaniyasına start verib. Bu çərçivədə assosiasiyanın əməkdaşları, futbolçular, məşqçilər, hakimlər, habelə inzibati binaya gələn qonaqlar öz oyuncaqlarını həmin ianə qutusuna təqdim etməklə kampaniyaya töhfə verə biləcəklər. Layihənin növbəti mərhələsində xeyriyyə qutusunun Premyer Liqa və Azərbaycan milli komandalarının ev oyunlarında, stadionlarda da yerləşdirilməsi nəzərdə tutulur. Bu addımla kampaniyanın əhatə dairəsinin genişləndirilməsi və futbolun gücündən istifadə edərək cəmiyyətə xeyriyyəçilik mədəniyyətinin daha da inkişaf etdirilməsi hədəflənir. Kampaniya uşaqlara sevinc bəxş etməklə yanaşı, cəmiyyətdə paylaşma və sosial həmrəylik dəyərlərinin təşviqinə xidmət edir. AFFA bu təşəbbüsə qoşularaq futbol ictimaiyyətini xeyriyyə aksiyasında fəal iştirak etməyə təşviq etməyi, eyni zamanda istifadəyə yararlı oyuncaqların yenidən dəyərləndirilməsi vasitəsilə ətraf mühitin qorunmasına töhfə verməyə hədəfləyir. AFFA-nın sosial və ətraf mühit dayanıqlığı üzrə şöbəsinin rəhbəri Kifayət Musayeva layihə haqqında danışıb. Eyni zamanda bu təşəbbüs yararlı əşyaların yenidən dəyərləndirilməsi yolu ilə tullantıların azaldılmasına və ətraf mühitin qorunmasına müsbət töhfə verəcək. AFFA olaraq bütün futbol ictimaiyyətini və vətəndaşlarımızı bu nəcib təşəbbüsə qoşularaq sevinclərini bölüşməyə dəvət edirik. Toplanan oyuncaqlar xüsusi qayğıya ehtiyacı olan uşaqlara çatdırılacaq. Eyni zamanda bu təşəbbüs yararlı əşyaların təkrar dəyərləndirilməsi yolu ilə tullantıların azaldılmasına və ətraf mühitin qorunmasına da öz töhfəsini verir. AFFA bütün futbol ictimaiyyətini və vətəndaşları bu təşəbbüsə qoşularaq sevinclərini bölüşməyə dəvət edir. Xeyriyyə qutusu iyulun 30-na dək AFFA-nın binasında olacaq.